Salam əziz izləyicilər. Bugün sizinlə birlikdə süfrələrimizin şahı olan döşəməli aş bişirəcəyik. İlk olaraq doğranmış ətlərimizi qazana düzüb üzərinə suyunu əlavə edirik. Ardınca isə xırda-xırda doğradığımız soğanları ətin üzərinə əlavə edirik ki, bişdikcə öz xüsusi şirəsini və ətrini ətə hopdursun. Sonra isə qazanın qapağını örtüb ətlə soğan tam yumşalana və pörtlənənə qədər bişməyə qoyuruq. Burada isə aşımızın düyüsünü hazırlayırıq. Bol suda duzunu əlavə edib qaynatdığımız suya əvvəlcədən islatdığımız uzun düyüləri əlavə edirik. Düyülərin diri və dənə-dənə qalması üçün tam bişirmirik. Yarım məhsul halında süzgəcdən süzəcəyik. İndi isə aşımızın ən ləzzətli hissəsi olan qazmağı hazırlamağa keçirik. Qaba qatıq əlavə edib üzərinə 2 ədəd yumurta və 1 çay qaşığı duz əlavə edirik. Bu qarışımı yaxşıca qarışdırırıq. Burada isə düyümüz qaynayırdı, üzərinə isə ayran töküb yaxşıca qarışdırırıq. Burada isə keçirik aşın ətini hazırlamağa. Xırda doğranılmış soğanın üzərinə 1 xörək qaşığı şarab əlavə edib ətlə birlikdə hamısını qarışdırırıq. Artıq qaynayan düyümüzü süzgəcdən süzürük. Göründüyü kimi düyülərimiz uzanıb, tam uzanmış və dənə-dənə qalıb. Aşımızın yaxşı dəm alması üçün suyunu tam süzməyə diqqət edirik. İndi isə dəm almaq üçün qazanımızın dibinə bolluca kərə yağı əlavə edirik. Yağın hər tərəfə bərabər paylanması qazmağımızın qızılı və xırçıldayan almasına kömək edəcək. Öncə hazırladığımız qazmaq üçün olan qarışımın üzərinə 2 kəfkir düyü əlavə edib qazanın dibinə tökürük. Bu qarışımı da qazanın dibi bərabərində yaxşıca yayırıq. Üzərinə azcana sarıkök əlavə edirik. Daha sonra isə 2 kəfkir də üzərinə düyü əlavə edirik. Bu düyünün də üzərindən şabalıd, kişmiş, qaysı, turşu və ətimizi əlavə edəcəyik. Bunların hər birini videoda göstərdiyim kimi qazanın ətrafına düzürük. Düzdükcə isə hər birinin üzərinə kərə yağı əlavə edirik. Ayrıca bir qabda isə düyü ilə şarabı yaxşıca qarışdırırıq. Üzərinə isə kərə yağı əlavə edib qazana tökürük. Bu qarışımı da videoda gördüyünüz kimi qazanın hər tərəfinə yayırıq. Sonda isə qalan ağ düyümüzü də qazana əlavə edirik. Üzərindən isə sarıkök səpirik. Zövqə görə sarıkökdən əlavə zəfəran da vura bilərsiniz. Daha sonra isə qazanın üzərinə kərə yağı dilimləri də əlavə edib qoyuruq dəm almağa. Burada isə aşın üzərinə əlavə etmək üçün kərə yağını əridirik. Artıq aşımız bişib süfrəyə qoyulmağa tam hazırdır. Aşı buludlara da qazana necə ardıcıllıqla qoymuşuqsa o formada çəkirik. Aşımız artıq süfrəyə qoyulmağa tam hazırdır. Gördüyünüz kimi rəngi çox gözəl alınıb, üzərindən də yağ əlavə edib nuş etməyə hazırıq. Biz döşəməli aşı bu qaydada hazırladıq. Hazırlayan hər kəsə nuş olsun.